Burada deyibləri gözəl, normal. Beş günlük dünyadı dostum, her gün bir rüyadı dostum. Beş günlük dünyadı dostum, her gün bir rüyadı dostum. Dostudur ki dostuna hemdemdir, şadlıkta gemi hemdir. Ezi dostu ile bir alemdir, derin bir deryadır dostum. Ezi dostu ile bir alemdir, derin bir deryadır dostum. Dost budur cahil adamlar için, bunu değilim akıl adamlar için. Dostsuz hayat kamil adamlar için, susuz kuru sehradır dostum. Dostsuz hayat kamil adamlar için, susuz kuru sehradır dostum. Beş günlük dünyadır dostum, her gün bir rüyadır dostum. Beş günlük dünyadır dostum, her gün bir rüyadır dostum. İndi bir söz deyin də. Allahımız buyurur ki, Quranda. Allahımız Quranda buyurur ki, möminlər bir-biri ilə dostdurlar. Dostudur ki dostum, Möminlər axıracan əbədiyyətdə də dost olacaqlar. Ancaq kafirlər bir-birinə iş gördürüb burada ancaq kafir olanlar güya salamlaşanda salam aleykum, nə tərsən, a dost falan belə gözəl bir-birinə az qala zikr edirlər ha. Bir-birini görəndə əyilirlər, dururlar, bükülürlər, açılırlar. Onlar qiyamət günü bir-birinə düşmən kəsiləcəklər. Onlar bir-birinə deyəcəklər ki, sən məni belə elədin. O birisi deyəcək, yox, sənin ağlın var idi, eləməzdin. Uymazdın mənə, yəni. Deyəcəklər və Qurana əsasən danışıram və onlar Allaha deyəcəklər ki, mələklərə deyəcəklər ki, bunu daha çox yandır. O mənə təhrik elədi. Möminlər isə Allah isə deyəcək ki, elə, yəni Qurandadır bu. Hamınız bir-birinizin taysız, odda yanın, yandırın onlar deyiləcək. Niyə də yox? Niyə də yox? Möminlər qardaşdılar, bacı qardaşdılar. Mənim də bacı qardaşlarım möminlər sağ olsun, var olsunlar. Amin. beş günlük dünyadır dostum, her gün bir rüyadır dostum. Beş günlük dünyadır dostum, her gün bir rüyadır dostum. Dostlar sağ olun. Yeni biriyle heveslendi.